Salam dostlar, sizə bu dəfə Azərbaycan kinosunun unudulmaz izlərini daşıyan bir həyatdan danışıram. Bura Bakıdakı ən sadə görünən, amma ən dəyərli xatirələri yaşadan məkanlardan biridir. Məhz bu həyat 3 məşhur filmin, bizim Cəbiş müəllim, Məhəllə və Gecə qatarında qətl filmlərinin birgə çəkildiyi yerdir. Hər üç film dövrünün ruhunu, insan münasibətlərini və Azərbaycan həyat tərzini kinonun dili ilə, ustalıqla çatdırır. Adam Akıdan, harada qalmışsan evimi yıxmaya aşağı gəl. Bəli, bu həyat sadəcə daş taxta pilləkənlərdən ibarət deyil. Bu divarlar Azərbaycan kino tarixinin səssiz şahidləridir. Bura həm gülüş, həm də kədər səhnələrinin çəkildiyi bir məkandır. Əgər bu filmlər sizin də yaddaşınızda yer alıbsa, bu həyat sizə artıq tanış gələcək. Çünki kino təkcə izlənilən deyil, yaşanılan bir yaddaşdır.